Səhər tezdən Elvin oyandı. Günəş pəncərədən içəri düşür, otağı işıqlandırırdı. O, bir neçə saniyə yataqda uzanıb düşündü. Sonra birdən yadına düşdü ki, bugün onun ad günüdür. Elvin sevincək yataqdan qalxdı. Bu günü çoxdan gözləyirdi. Mətbəxə keçəndə anası onu gülər üzlə qarşıladı. Masanın üstündə balaca bir tort və rəngli şamlar var idi. Anası dedi, "Ad günün mübarək oğlum." Elvin sevincək anasına sarıldı. Birazdan atası da gəldi və ona kiçik bir hədiyyə verdi. Elvin hədiyyəni açanda içindən çox istədiyi bir kitab çıxdı. O, kitabları çox sevirdi və bu hədiyyə onu xüsusilə sevindirdi. Məktəbdə də gün maraqlı keçdi. Sinif yoldaşları onun ad gününü eşidəndə hamısı onu təbrik etdi. Müəllim də dərsin əvvəlində Elvini təbrik edərək dedi ki, hər bir yeni yaş insan üçün yeni ümidlər və yeni uğurlar deməkdir. Bu sözlər Elvinin çox xoşuna gəldi. Dərsdən sonra Elvin evə qaydanda daha bir sürprizdən qarşılaşdı. Qonaq otağı rəngli şarlarla bəzədilmişdi. Birazdan qapı döyüldü və dostları bir-bir içəri daxil oldular. Hamısı birlikdə onu təbrik edir, xoş sözlər deyirdilər. Elvin özünü çox xoşbəxt hiss edirdi. Axşam hamı masa ətrafında toplandı. Ortaya böyük bir tort gətirildi. Tortun üzərində şamlar yanırdı. Hamı birlikdə ad günün mübarək deyə səsləndi. Elvin gözlərini yumdu, ürəyində bir arzu tutdu və şamları üfürdü. Hamı alqışladı. Sonra uşaqlar birlikdə oyun oynadılar, güldülər və şən vaxt keçirdilər. O gün Elvin üçün sadəcə bir ad günü deyildi. Bu gün ona ailəsinin və dostlarının nə qədər dəyərli olduğunu bir daha göstərdi. Gecə hamı evlərinə qaydanda Elvin yorğun, amma çox xoşbəxt idi. Yatağa uzananda düşündü ki, bu gün onun həyatının ən gözəl günlərindən biri oldu. O, yeni yaşını böyük ümidlərlə qarşıladı və gələcəkdə daha çox gözəl günlər yaşayacağına inandı.